Hello bitches. Bugün biz sağlam feminizmdən danışacağıq. Sağlam feminizm ümumiyyətlə nədir? Qadının öz haqlarının qorunmasıdır. Çünki biz eşitmişik ki, feminizm var, aktivistlər, yəni tanımayan insan ümumiyyətlə feminizm mövzusunu bilməyən qızlar, əsasən yeniyetmələrə aiddir bu. Onlara elə gələ bilər ki, feminizm o şeydir, Greta Thunbergdir, aktivizmdir, bu şeydir, paradlara çıxmaqdır, miting eləməkdir və s. yəni nəysə dağıtmaqdır, qışqır-bağır eləməkdir, abortlara qarşı çıxmaqdır və s. Bəli, bu da o feminizmin bir hissəsidir. Sadəcə bir də var ki, sağlam feminizm ki, adi həyatımızda, yəni adi məişət həyatımızda bizdə problem olmasın. Tutalım, feminizm qaydaları işləsə bizim cəmiyyətə, qadın kişidən üstün olmayacaq. Yəni bunu da bir dənə anlayın, kişilər çünki çox qorxur ki, qadınlar feminist olacaq. Yəni ki, qadınlar özlərini qoruyacaq. O demək deyil ki, qadın kişidən üstündür. O demək deyil ki, bərabərlik var və o dedi bərabərliyin də mənası o demək deyil ki, qadın getdi sabah şaxtada işləməyə və ya getdi traktorda işləməyə. Elə işləyən qadınlar da var. Onlar da kişi kimi də halal olsun onlara. Yəni onlar imini çatırdı onların gücü. Amma bu o demək deyil ki, qadın getsin orada işləsin. Sadəcə bu o deməkdir ki, hər bir insan öz bacardığını və öz istədiyini eləsin. Sağlam feminizmin qaydaları ki, sənə ağıl öyrədən olmasın, evdəkilər məsələn ya da evləndiyin bir insan da səni məcburiyyətlə evlənməsin və ya məcburən səni evindən qaçırmasın. Sən öz istəyi ilə seçdiyin bir insana ərə gedə biləsən. Bu normal və sağlam feminizmdir. Onda biz öz istədiyimiz yerdə oxuya bilərik, öz istədiyimiz işi eləyə bilərik. Və bu o demək deyil ki, 100% mən gəlib striptiz klubda çıxış eləməliyəm və ya şeydə o dəqiqə açıq-maçıq paltar giyməliyəm. Xeyr, bunu çox səhv anlayır çox kişilər. Kişi də demək olmur onlara. Hə, sizin hamınıza telefon verirsiniz, elə hamınız hər yeriniz açıq qoyacaqsınız. Birincisi, bu hər insanın şəxsi seçimidir. İkincisi də heç kim də özünü açıq qoymur. Açıq istədiyim ki, baxın bir dənə cəmiyyətə çıxın. Heç kim açıq deyil, lütgel. Hamısı cəmaət mədəni qızlardır, hamısı gözəl qızlardır. Bu aslında bir dənə şey var ki, kişilər bunu çox şişirdirlər. Qadınların haqqı olacaq, qabağa getməyə qadınlar haqqı olacaq, prezident olmağa qadınlar haqqı olacaq, vəzifəli bir şəxsdə olmağa və heç kim istəmir ki, qadın üçün qadının altında işləsin, əlinin altında işləsin. Heç kim bunu istəmir və o bir çox kişilər onun üçün buna görə narazı çıxırlar. Plusdur ki, axı qadın əşyadır, onu ərə vermək olar rahatca. Kim tutalım da Afrikada necə eləyirlər? İynə ilə bərabər qiymətidir qadının qiyməti. Mən verilişlərə baxıram, çox vaxt Afrikalılara və ümumiyyətlə gözüm kəlləmə çıxır ki, yəni hələ də orada qadınlara qarşı şey kimi baxır, əşya kimi baxır, satılan əşya kimi. Çox kişilər hələ də ona baxır. Mən gördüyüm kimi də Aypriman kommentlərinə baxıram və digər feminist qadınların da kommentlərinə baxıram. Rus profillərində belə kommentləri oxuyuram. Bəzən gözüm kəlləmə çıxır ki, yəni ay Allah, biz hələ də bu ümumiyyətlə manyak bir cəmiyyətdə yaşayırıq ki, ümumiyyətlə feminizm haqqında heç kimin məlumatı yoxdur. Düşünsəncə ki, what the fuck da, yəni siz niyə bilmirsiniz? Yəni bu nə deməkdir? Çünki məktəbdə öyrədilmir. Məktəbdə bu keçilmir və buna heç kim diqqətini ayırmır.